Hoş gördük sizi. Eşidirsiniz kuşlar necə cəhcəh vurur. Bəli, bizim çərşənbələrimiz var. Su, ot, yel çərşənbəsi. Daha sonra isə axır çərşənbə gəlir və el axır çərşənbədə biz mütləq gözəl xonçalar qururuq. Onları da şirniyyatlarla doldururuq. Bugün isə biz sizinlə şəkərbura hazırlayırıq. Ən gözəl, ən incə, ən nazik şirniyyatlardan biridir və ona görə reseptinə diqqət verməlisiniz və dəqiqliklə yerinə yetirməlisiniz. Buradakı yazıya o qədər də fikir verməyə bilərsiniz, çünki videonun altında bütün nə lazımdırsa dəqiqliklə yazacağım. Deməli, hər şeydən əvvəl bizə bir balaca mayanı elə bil oyatmaq lazımdır. Onun üçün maya götürürəm, quru maya, bir çay qaşığının 1/3. Ölçü qaşığınız varsa yaxşıdır, yoxdursa deməli çay qaşığının lap ucunda 2 çimdik. Çox olması lazım deyil. Çünki səbəbi var. Mayalı xəmirinizin mayası nə qədər çox olsa, naxışlarınız daha çox açılacaq. Siz istəyirsiniz xəmir yumuşaq olsun. Və o qədər də bura şəkər tozu əlavə edirik. Çox əlavə eləməyin, yoxsa şəkər buranızın üzü qızarar. İndi 2-3 qaşıq bizə süd lazımdır. Bundan əlavə süd qatmayacağıq xəmirə. Onu da yadınızda yaxşıca saxlayın. 3 xörək qaşığı. O da 2-3 xörək qaşığı da belə deyək. O da nə üçün? Onun üçün ki, quru mayamız açılsın. Yəni işləməyə başlasın. Qoyuruq qalsın bir 15-20 dəqiqə. O yumuşalınca, açılınca yağımızı əridək. Yağımızı dağ eləmirik. Onu elə bir balaca əridirik ki, açılsın. Çünki bu xəmirdə su yoxdur, süd yoxdur. Hətta yumurtanın ağı da yoxdur. Ona görə bizə bir balaca ərimiş şit yağ lazımdır. Əgər imkanınız yoxdursa, şit yağı yoxdursa, onda əlbəttə kərə yağı, ətirli yağlarımız var. Onlardan istifadə edə bilərsiniz. İçliyimizi hazırlayaq. Görürsünüz ağappaqdır içlik. Deyəcəksiniz ki, bu içlik nədəndir? İçlik həm fındıqdan, həm badamdan ola bilər. Fındığı təmizləyirsiniz, onu təmizləmək biraz əziyyətdir. Badamı isə necə təmizləmək lazımdır? Mən sizə bu yaxında bir video qoymuşdum. Hər halda badamla eləsəniz içi ağappaq alınacaq və videonun altında həmin o videonun da ünvanını qoyacağım, baxarsınız, kim görməyibsə. Baxın, beləcə təmizləyirik, qarışdırırıq. Bunu 1-2 gün qabaqcadan edə bilərsiniz və yəni ki, həmin günü biraz az yorularsınız şəkərbura eləyən günü. İndi mən bura hil əlavə edirəm. Deyəcəksiniz, belə çox. Mən bu hili dükandan almışam və artıq 1 ildir ki, bu soyuducu da məndə durur. Lazım olanda, harası lazımdırsa, oraya istifadə edirəm və istəyirəm ki, mənim bu içliyimin iyi ətri çox olsun. Siz əgər təzə toxumdan təmizləyib əzəcəksinizsə, onda az qoya bilərsiniz, çünki hilin acılığı olur. İndi smetanımızı çəkirik. 200 qram mənə smetan lazımdır. Çalışın, əsl smetan alın. Yəni, yağlılığı az olsa da smetan olsun. Yəni, qatıq olmasın. Çünki bəzən ucuz smetan alırıq və gətirib tamına baxanda görürük ki, qatıqdan fərqi yoxdur. Burada isə bu vacibdir. Çünki qatıq olsa, o xəmiriniz qızaranda üzü belə girdə-girdə qırmızı nöqtələr olacaq. Onu da sizə xəbərdarlıq edirəm. Yağımızı əridirik. Dağ olmamalıdır. Bir azacıq əridirik ki, o yumuşalsın, ərisin, suya dönsün. Lakin dibi qızarmasın, tortası ayrılmasın, ayrana ayrılmasın. Qızdırdınız, əritdiniz, hətta görürsünüz, içində bir parça yağ da qalmışdı. Onun istisinə o da əridi, biraz da qalıb, onu da daha sonra əlavə eləyəcəm. Yəni, indi də əlavə eləmək olar. Görürsünüz, istisinə elə yavaş-yavaş hələ də əriyir. Daha sonra bura 3 yumurta sarısı əlavə eləyirik. Yumurtaların rəngi nə qədər sarı olsa, o qədər sizin xeyrinizədir. Şəkərburanız gözəl alınar, rəngi gözəl olar. Amma
Yox, əgər gördünüz ki, yumurtanı qırdınız, rəngi çox bədrəngdir, bir balaca zəfəran suyu əlavə eləyə bilərsiniz, amma çox az. Unumuzun da bir hissəsini əlavə elədim və qarışdırıram. Əlbəttə, mənim bugün köməkçim var, bu mənim aparatımdır. Çoxlarınız soruşur, hardan almışsan? Çoxdan almışam, lap çoxdan, 1-10 ildir, özü də xaricdən. Siz də ala bilərsiniz, saytlardan axtarın, tapın. Şəhərdə yoxdur, onu da sizə deyim. İndi isə xəmirimi qabdan, aparatdan çıxartdım və baxıram, görüm necədir. Baxın, çimdikləyirəm. Çimdiyimin forması qalır. Deməli, artıq bura un əlavə etmək lazım deyil. Mənim bu unum artıq oldu. Unların tərkibinə, onu da deyim sizə, kraxmal qatırlar, əla növ unların tərkibində. Onun rəngini ağartmaq üçün və sözün düzü yaxşı şeylər hazırlamaq olur ondan. Həm peçenyalar, bütün şirniyyatları, onun ziyanı yoxdur ora kraxmalın əlavə, yəni nişastanın əlavə olunmasının. Əgər buğda yaxşı keyfiyyətlidirsə, onun onsuz da nişastası olacaq. Amma burada elə bil ki, qarantiya söhbəti gedir də. Ona görə xəmirimiz yaxşı alınır və formasını saxlayır. Lakin az un işlətmək lazım olur. Ona görə fikir verin. Biz deyəndə ki, unlar cürbəcür olur. Yarım saat xəmirimizi saxladım. Yarım saatdan sonra xəmir baxın belə yumşaldı. İndi onu bir balaca yenə yoğuracağım və yenə yarım saat qoyacağım qalsın. Bunu nə üçün eləyirik? Bunu onun üçün eləyirik ki, xəmirimizin elastikliyi çoxalsın, biz onun qırağını gözəl bükə bilək və maqqaşlaya bilək. Yarım saatda gözləyək və daha sonra şəkər buraları hazırlayırıq. Unun haqqında sizə məlumat verdim. Yəni, qorxmayın ki, ununuz artıq qaldı, ziyan yoxdur, qoyun qalsın. Amma çox qoysanız o bərk olar və pişirdiyiniz şəkər bura alınar. Demirəm ki, alınmaz, amma biraz elə bil ki, sizə sonra əziyyət verər. Həm onu qırağını bükəndə, həm maqqaşlayanda, həm də bişirəndə. Baxın, indi bu xəmirimi mən 2 yerə böləcəm, sonra 4 yerə böləcəm, sonra 8 yerə böləcəm. Yəni, o dərəcədə böləcəm ki, kündələrim məni qane eləsin ki, mən ondan şəkər bura hazırlayayım. Baxın, bu yarı böldüyüm hissəni mən haradasa 16 yerə böləcəyəm. Çünki böləndə də fikir verəcəyəm, hamısı bir boyda olsun. Biri böyük, biri kiçik olanda gözəl alınmır. Yox, əgər siz nəvənizlə, qızınızla mətbəxdə bu şəkər buranı hazırlayırsınızsa, elə incəliklərə fikir verməsəz də olar. Çünki uşaqdır, böyük kəsər, kiçik kəsər və ya onun üçün istəyirsiniz ki, o balacasını eləsin, siz böyüyün eləyəsiniz. Yəni, elə şeylərlə qanınızı qaraltmayın bayram qabağı. Baxın, beləcə bölürük. 4 yerə böldüm. O 4də birini də 4-ə böləndə görürsünüz, haradasa 16 dənə alınacaq. 16 buradan, 16 oradan, 32 dənə şəkər bura alınır bu reseptdən. Kündələrim deyim yumurta boyda ola bilər, yumurta boyda ölçüdədir. Xəmirinizi çox qalın yaymayın. Mən axırda sizə göstərəcəyim. Qalın olsa necə alınır, nazik olsa necə alınır. Baxın, qalınlığı 3, uzağı lap, uzağı belə 4 mm ola bilər. 3 ən rahatıdır, həm qırağını bükməyə, həm də ki, bişəndən sonra onun görüntüsü necə olacaq, onu da görəcəksiniz. Naxışlayanda da cırılmasın, çox nazik eləsəniz də cırıla bilər, deşilə bilər. Və bir-bir yayıram, mən üst-üstə yığıram və ya yan-yana sonra göstərəcəyim sizə onu lap tezləşdirmə üsulunu. Siz xəmiri yaydıqca hiss eləyəcəksiniz ki, onun elə bil ki, yağı gündəliyəndə görəcəksiniz yağlanmışdı. Yayanda görürsünüz ki, elə bir yağı azalır. Daha sonra götürüb içini dolduranda da yenə görürsünüz ki, bundan elə bil ki, yağ çıxır. Elə şeylərə fikir vermirsiniz. Fikir verirsiniz ki, yaydığınız üz əgər bir azacıq, nə bilim, çatdağı zadı varsa, ola bilər, yaxşı kündələməmişsiniz, o
içliyi qoyduğunuz yerə düşsün. Düzgün hamar yeri isə ovucunuza yapışsın. Və gördüyünüz kimi bu cürə səliqə ilə çalışırsınız ki, şəkər və ya fındıq, badam, hər nəysə həmin xəmirin qıraqlarına dəyməsin. Qəşəcə onu birləşdirirsiniz və başlayırsınız qırağını bükməyə. Necə bükürük? Elə bil ki, qatlayırsınız, çimdiləyirsiniz. Qatlayırsınız, çimdiləyirsiniz. Səliqə ilə incə-incə. Bəziləri özündən o tərəfə, yəni qarşıya tərəf bükür, bəziləri isə əksinə, qarşıdan özünə tərəf bükür. İndi əliniz nəyə yatqındırsa, necə istəyirsiniz, bükə bilərsiniz. Yox, desəz ki, mən heç bükməmişəm, bilmirəm. Bəs onda necə? Onda içliyi qoymamışdan o kündəni götürün, əlinizdə onun elə bil ki, bütün qırağını belə elə görürsünüz girdədir də. O girdəni yumurta kimi olan deyirəm. Onu götürürsünüz, parmağınızla qırağını bütün çimdiləyirsiniz, nazildirsiniz yəni və o nazil yeri bükürsünüz. Necə bükmək lazımdırsa, mən necə indi göstərirəm sizə o cürə. Başlayırsınız onu belə yavaş-yavaş ip kimi elə bil burursunuz. Burursunuz, çimdiləyirsiniz. Burursunuz, basırsınız. Burursunuz, baxın, basırsınız üstündən. Elə bir çimdik vurursunuz ona. Vurursunuz, basırsınız. Və beləliklə siz onu öyrənəcəksiniz. 2-3 dairə geçsəniz görəcəksiniz ki, alınır. Ola bilər biri biraz iri olar, biri xırda olar və ya lap nazik ola bilər, lap qalın ola bilər. Amma əliniz öyrəşəcək və siz öz şəkər buranızı özünüz hazırlaya bilərsiniz. Bu cürə maqqaşlar olur. Ən həqiqisi əlbəttə budur. Bu maqqaş mənə anamdan yadigar qalıb. Allah bütün ölənlərinizə rəhmət eləsin. Qalanlarınıza can sağlığı versin. Kimin evində varsa belə maqqaşları qoruyun, saxlayın. Bəlkə də haçansa o tarix ola bilər. Çünki indiki maqqaşlar çox da yaxşı deyil. Və başlayırıq maqqaşlamağa. Baxın, mən elə-belə xəmir götürdüm və onu maqqaşlayıram, yoxlayıram. Deməli, maqqaşlamağa başlamamışdan qabaq. Bəlkə mənim maqqaşım hardasa qalıb, əyilib, üstünə nəsə düşüb, ya sıx yerdə qalıb. Elə bir şey varsa onu biraz aralamaq olar, düzəltmək olar. Yəni əlinizə uyğunlaşdırın və görürsünüz ki, rahatdır. Daha sonra götürürsünüz və başlayırsınız şəkər buralarınızı bəzəməyə. Ən sakit şəraitdə, belə deyim. Adətən bu məndə axşam olur, hamı yatandan sonra. Çünki nəvəm gəlir, deyir, mən eləyim, qızım deyir, mən eləyim, heç birində bəyənmirəm. Vay o haldan ki, mən qaynana olaydım. Baxın, belə səliqə ilə bir-birinin dibindən cinağı sevirəm mən. Adətən paxlava kimi də çimdikləyirəm, üstünü bəzləyirəm. Amma ki, ən çox xoşladığım cinağıdır. Adını bildiyim də elə cinağıdır. Günəş kimi eləmək olar, budaq, cürəbəcür naxışlar olur. Ən gözəli isə budur. İndi bir sözlə demək istəyirəm, inciməyin. Başlayırsınız, yenə də bəzən yazırsınız, bəzən deyirsiniz, eşidirəm bir-birinin dalıcı danışırlar. Ay böyrünə gül qoydu, ay üstünə muncuq qoydu, ay o nədir, kəpənə eləyib. Qızım, necə istəyir elə deyilir, sən niyə axı onun işinə qarışırsan? Ya ay ana, sən niyə axı onun işinə qarışırsan? Yenə deyirəm, mən niyə axşam onu edirəm? İstəmirəm heç kimin qanını qaraldım. Nəvəm götürür, üstünə yazır. Mama, nənə, nə bilim, bacısının adını yazır, qardaşının adını yazır. Qızım götürür, önlü belə maqqaşlayır. Deyə bilmirəm, ürəyim ağrıyır, içimdə qalır. Balalarımın xətrinə dəymək istəmirəm axı. Siz də o cürə, başqası necə eləyib, niyə axı onun qanını qaraldırsınız? İndi o cürə bacarır, ya ürəyindən o cürə keçib? Razısınız mənimlə? Sizə şirin-şirin şəkər bura paxlavalar arzulayıram. Arzulayıram ki, bütün işləriniz alınsın, heç kim beyninizi aparmasın, siz də heç kimin xətrinə dəymin. Bu bayramdır, bayram süfrəsi üçün hazırlanır. Xoş əhval-ruhiyyə olmalıdır.
Bir-birinizin yanında eğer birbirinize kışkırsanız ondan ne alınır ki? Neyse, yine desem kənara çıxdım. Baxın, bu cürə çimdiklədik və bir-bir yığırıq. Hara? Əlbəttə, listin üstünə. Kağızsız. Ehtiyac yoxdur, çünki o yağlıdır. Heç ona nə mətbəx üçün istifadə elədiyimiz o yağlı kağız lazımdır, nə bir şey. Dədə baba üsulu ilə listin üstünə yığın, lakin üstünü örtürəm mən onun ki, çox qurumasın. Yenə də yadınızda saxlayın. Bu xəmirin içinə koyduğumuz mayadan başqa heç bir şey qoymuruq. Nə qabartma tozu, nə soda, nə bilim. Bəziləri görürsünüz ağıllı-ağıllı sözlər deyir. Bir çimdik soda atsanız o yaxşı alınır. Ola bilməz elə bir şey. Bir çimdik soda bunu neyniyər, nə günə qoyar? Əziyyətiniz olar hədər. Siz oturub onu saatlarla naxış vurursunuz ki, soda onu şişirdib yox eləsin. Xeyr. Baxın, mən belə bir-bir tez-tez yayıb bir-birinin üstünə atıram. Bu cürə yan pörtü. Daha sonra 5-5 onların içini yəni bir-bir götürəm. 5'e çatınca tez içini doldururam. Qırağını ancaq çimdikləyirəm. Daha sonra qırağını, o 5 dənə hazır olandan sonra daha sonra da yəni qırağını başlayıram bükməyə. Onda əliniz örgəşir, tez-tez olur, işiniz də tez gedir. Baxın, siz də belə eləsəniz fikir verərsiniz, hardasa bir 15-20 dəqiqə işiniz irəli düşür. Çünki eyni hərəkəti dalbadal eləyəndə iş daha tez gedər. Baxın, bu cür eləyirəm. Qoyuram, obursunu götürürəm. Qırağını bükmədim, görürsünüz? Ancaq birləşdirdim. Sonra bir-bir bükürəm, sonra da bir-bir naxışlayıram. Yəni ki, o necə deyirlər, bir işdən başqa işə keçəndə elə bil özünüzü rahat bir vəziyyət axtarırsa, o sizə lazım olmur. Ona vaxtınız getmir. Çalışın ki, şəkər düşməsin arasına, yoxsa bişəndə aralanacaq. Bir söz də deyim. Şəkəri çox etməyin. Bəzən görürsünüz ki, içliyimiz az olur, ya fındıqdır, ya badamdır. Deyirik, şəkərin çox eləyək. Qoy çox alınsın da, içi dolu olsun. Elə deyil. Şəkər tez əriyir və bir balaca əgər orada pis yapışdırmışsa, oradan çıxıb axa bilər və yenə də əziyyətiniz hayf olar. Bu bir. İkincisi, şəkər əriyir və şəkər buranız elə bil yayılacaq. Yayılıb listə yapışmış halda olacaq. Nə qədər onu doldursanız da. Çünki şəkər əriyəndə onun dənələri bir-birinə yapışır və o elə bil ki, aşağı düşür. Pişirən vaxtda siz onu görməzsiniz, amma soğuyanda görəcəksiniz ki, vay, bəs mən bu boyda səliqə ilə bunu eləmişdim, bu niyə belə oldu? Bu iki. Üçüncüsü, bəziləri içinə bir azacıq un tökür. Olar. 1-2 qaşıq un əlavə etmək olar ki, o şəkər onu o vəziyyətə salmasın. Amma onda da yeyən vaxtı siz hiss eləyəcəksiniz ki, onun içində un var. Bu bir. İkincisi, o elə bil ki, necə deyim sizə, yumaq kimi qalacaq içində. Yəqin ki, başa sala bildim. Yeyəndə dişləyirsiniz, ağzınızda qum kimi, yəni açılmır da, biraz acıq elə bil ki, dişləməyə ehtiyacınız olacaq. Və salam. Bütün incəlikləri dedim, bir şey qoymadım qalsın. Görürsünüz, bükəndən sonra ki, biz onu yerə qoyuruq. İndi hər halda biz onu götürüb birdən naxış vuracağıq. Naxış qoyandan sonra, listə qoyanda əlinizlə çəkinməyin onun o qıraq qatladıqlarınızı, uclarını belə səliqəyə salmağa. Elə eləməsəniz, necə qoysaz, elə də ağzı burnu əyri qalıb pişəcək. Çünki belədir də, incədir bu xanım. Bu xanımı biraz nazlamaq lazımdır, sığallamaq lazımdır. Bütün xanımlar kimi o da sığal sevir. Bu da belə. Gördüyünüz kimi hamısını bükdüm, listimə yığdım. İndi göndərəcəyim onu bişməyə. Bişməyi hazırlamağından da əziyyətlidir. Niyə görə? Sobanızın ayarı aşağı olmalıdır.
Yəni mən 150-dən yuxarı qoymuram. Hətta 130 da qoya bilərəm bəzən. Yenə də görürsüz, üzü qızarır. Ya yadımdan çıxır, ya başım qarışır. Olur da, insanlıq halıdır. Və təzə necə deyirlər, başladım belə eləməyə. Ancaq altını salıram, qızsın. Duxovkanı salıram, qızır. 1-15 dəqiqə qızandan sonra şəkər buraları qoyuram listə ora. Amma əgər sizdə də elə bir imkan varsa, alt üst işləyir. Ancaq altını salın, üstünü salmayın. Onda üstü qızarmır. Şəkər buranız gözəl bişir. Rəngi də görürsüz, qalır belə rahat da. Mən zəfəran qoymadığım üçün biraz rəngi bu cürədir. Yumurtanın öz sarısıdır. Və hətta o qədər az maya qoyduğuma baxmayaraq o nazik incə naxışlar bəzən açılır. Görürsüz? Necə açılıb? Və ya qırağını səliqəli eləmədiyiniz üçün olur. Baxın, burada xəmir qalındır və unun necə deyim, növü də yaxşı deyil. Burada isə bura un qatılıb, fikir verirsiniz və şəkəri də çoxdur. Ona görə o içlik o vəziyyətdədir. Və salam, hamısını danışdım. Sizdən heç nə gizlətmədim. Resepti də düzgün verdim. Keçən il verdiyim reseptin eynidir. Bir azacıq əlavələr elədim. Orada həm səs pis çıxırdı, həm də ki, necə deyim sizə, heç özümün də o qədər xoşuna gəlməmişdi səsdən. O videonu söküb atmaq istəmədim, necə deyim sizə, YouTube-dan çıxartmaq istəmədim. Onu bir azacıq dəyişdim və sizə təqdim elədim. Bu isə mənim keçən ilki səmənimdir, gülür qəşək-qəşək, mən də ona bir dənə qəşək şəkər bura verəcəyəm. Bu alınmayan şəkər buralardır, əyriləridir, mən onu yığmışam bura ki, siz görəsiz, onu səliqəyə salmasaz və ya yadınızdan çıxsa ki, bir azacıq duxovkanın ayarını qaydaya salasınız. Çünki bir list pişirdiniz, ikincini pişirdiniz, üçüncünü pişirəndə artıq o qızıb. Baxın, burada pis deyil, amma o qıraqları elə bil ki, qıraqdakılar üstü də qızarıb. İndi o yeyilib qutaracaq, qalmayacaq bayrama. Bayrama qalanlar isə mən ən yaxşılarını seçib qoyuram qırağa. Yəqin ki, hamınız elə eləyirsiniz. Süfrəniz dolu, ağzınız şirin, eviniz gülüşlü, məhəbbətli, can sağlıqlı olsun. Ruzu bərəkətiniz başınızdan aşıb daşsın. Sağ olun, sağlıqla qalın. Sizinlə yenə görüşəcəyim. Videomu paylaşmağı unutmayın.